Bu adam dünyanın en vacib insanlarından biridir. Bu insan əməlli başlı təkamülü haqq edir ki, yeni texnologiyaları kəşf etsin. Dr. David Leeson 10 il ərzində düz 3 yeni DNT editləmə texnologiyasını kəşf edib ki, əvvəlkilərə nisbətən bu texnologiyalar daha sağlam və ziyansızdır. Bu texnologiyanın adını Directed Evolution, yəni ki, məqsədli təkamül qoyub. Biologiya oxuyanlar bilər, oxumamısınızsa gəlin bunu izah edeyim. Hər bir canlının bədənində proteinlər bir hüceyrənin işini görməsi üçün lazım olan vacib bir alətdir. İndi təsəvvür edin ki, bu texnologiya sayəsində yeni bir alət yaradılır və bu alətlə hüceyra artıq tamamilə başqa işləri görəcək. Yəni ki, bir növ DNT-sini dəyişdirir. Əslində belə bir alət var. Bu alətin adı təkamüldür. Sadəcə olaraq təkamülün mənfi cəhəti ondan ibarətdir ki, çox yavaşdır. Əslində doğrudan da yavaşdır. Çünki təkamül mexanizmi əvvəlki nəsillərdən daha yaxşı genini ötürə biləcək yeni canlıları yarada bilir. Lakin bu canlıların yaranması üçün 5-10 nəsil yox, yüzlərlə nəsil lazımdır. Təkamül əslinə qalsa, xoşbəxt təsadüflərdir ki, bu təsadüflər fərqli mutasiyaları istifadə edir və axırda bu mutasiyalar sən demək canlılara faydalıymış. Lakin mutasiyalar o qədər təsadüfi, o qədər randomdur ki, bu prosesin necə gedəcəyini proqnoz etmək mümkün deyil. Və burada məqsədli təkamül ortaya çıxır və prosesləri sürətləndirir. Amma necə? Gəl izah edeyim. Viruslar sayəsində. Viruslar adi hüceyrələrdən fərqli olaraq qısa müddət ərzində daha çox törüyür və daha çox sayını artıra bilir. Və məhz buna görə də biz qısa müddətdə bir neçə nəsil virus görə bilirik. İkinci məqam isə viruslar üçün yaradılan şərait. Bu şərait elə qurulur ki, yalnız bizə lazım olan xüsusiyyətlərə sahib olan viruslar daha çox törəsinlər. Hətta bu xüsusiyyətlər viruslara təbiətdə sağ qalmağa kömək etmirsə belə, yəni biz süni yolla kənar seçim təzyiqini yaradırıq. Və bunun sayəsində xoşbəxt təsadüfi mutasiyaların sayı da artır. Çünki bu şəraitdə bu sayın artması daha rahatdır, nəinki təbiətdə. Çünki orada kənar təzyiqlər necə olacağı bilinmir. Və məhz bu texnologiya sayəsində Dr. Lee bunu istənilən məqsədlərdə istifadə edə bilər. Təbii ki, pis məqsədlərə deyil. Bu texnologiya yeni növ dərmanları istehsal etmək, genetik xəstəliyi olan insanları xilas etmək, yeni növ proteinləri hazır etməkdir. İndi əlbəttə bəziləri bunu da barına soxacaqlar, biz olsa mükəmməl yaradılmışıq, buna ehtiyac yoxdur, bunu da zibilini çıxaracaqlar, bir gün bizim beynimizə çip soxur. Sözlərini yazmağa hazırlaşırsınızsa, öncədən sizə deyim ki, bu genetik toxumalar olmasaydı, bir çox genetik xəstəliklər barədə ümumiyyətlə heç məlumatımız belə olmayacaqdı və biz o insanlara heç xilas da belə edə bilməyəcəkdik. Məhz bu nailiyyətləri sayəsində bu yaxınlara Dr. Lee səhiyyədə irəliləyiş adlı bir mükafat da alıb. Çünki məhz onun gördüyü işlər gələcəkdə bizim indi xilas edə bilmədiyimiz, indi müalicə edə bilmədiyimiz insanlara çox böyük köməklik göstərəcək.